Salam, hörmətli millət vəkilləri. Salih müəllim, yanındakı kimdir elə? Tanış olun, mənim təzə mavinimdir. Bu. Bəs Afrikalı mavin niyə? Başa düşmədim. Fərid müəllimin mavini Bolqarıstanlı ola bilir. Mənim mavinim Afrikalı ola bilmir. Bəs Azərbaycanlı niyə götürmədiniz? Şimdi götürəcəkdim o işə. Onsuz da yollarda qalıb qaralacaqdı da. Salih müəllim, zəhmət olmasa görüləcək işlər barəsində məlumat verin. Verim də. Ndugu. Tahatxal leteramani. Hakkuna matata. Biraz gelmişim. Hakkuna da matata. Şurada sana. İlk növbədə Bakının yollarına nəzər salaq. Gördüğünüz bu yolda yeni zolaqlar var. Bax bu zolaqdan avtobuslar keçəcək. Bu zolaqdan tramvay keçəcəkdir. Bax elə. Buradan velosiped keçəcək. Bu velosiped üçün xüsusi zolaqdır. Burada deməli keçəcəkdir yanğın söndürən. Bu zolaqdan keçəcək təcili yardım. Düzdür? Buradan da bu zolaqdan, bu xüsusi zolaqdan kuryerlər keçəcək. Salih müəllim, o qıraqdakı nazik zolaq nədir? Bunu deyirsiniz? Bəli. Bu mənim uşaqlıq arzumdur. O vaxtı kəndə uşaq olanda, tez-tez gedəndə, bax bu nəftilli təkəri sürürdüm. Elə sevinirdim. Bax bu təkər üçündür bu xüsusi zolaq. Salih müəllim, bəs adi maşınlar harda sürək? İnteresli sual ver size. Onsuz da bizim sürücülər zolaq zat bilmirlər. Kim oradan sür orada da sürür? Salih müəllim, bəs yeni parkovkalar necə? Onlar nəzərdə tutulub? Parkovkanı ne edirsiniz? Onsuz da hamı bu velosiped zolağında saxlayır da maşını. Salih müəllim, bizim bu Priuslar üçün ayrı zolaq olacaq. Priuslar üçün ayrıca bir şəhər tikəcəyik. Adını da qoyacağıq Sankt Priusburg. Deməli, gələcəkdə rayonla aparan təzə pullu yollar da nəzərdə tutulub salınması. Salih müəllim, bəs Azərbaycanda ən pullu yol hansıdır? Ən pullu yol şəhərin mərkəzi küçələridir. Baxın, avtobus xəttinə çıxdın, pul. Sarı xattı taptaladın, pul. Qoşa xəttin üstünə çıxdın, pul. Bax, o yumruq kamera çəkir, pul. Yol deyil, elə bil ki, ikinci araba saxlayırsan. Yine zungum zuva dindin. Ooo, ya Putiço. Bizim zarafatımız var. Gecürək. Salih müəllim, hamını maraqlandıran sual. Niyə görə bu Bakı-Quba pullu yol var ha? Niyə görə o yolda radar yoxdur? Deyirəm sənə bunlar naşükürdülər, inanmırsan. Radar qoyursan deyir, niyə radar var? Radarı qoymursan deyir, niyə qoymamısan radarı? Gəlirsən Allah toğrula denən, Bakı-Quba yoluna deməli 10 metrədən bir radar qoysunlar. Hər radarın altına da 5 nəfər polis. Baş üstə. Başın, nə? Görgənim, davay, get. İndi get, sür görüm nətər sürürsən. Yox, Salih müəllim, mən başa düşmədim. Zarafat eləyirdim, zarafat. Mən də zarafat eləyirdim. Çox sağ olun. Toğrula deyirlər, polis nəfərlərini 5 yox, 10 eləsin. Salih müəllim, bəs İpək yolu nə pis gündədir? Burada yaxşılıq yoxdur, vallahi. Bu düppədüz olsa o yol, axı sürücülər orada yuxlayar. Amma belə sürə-sürə yatmazlar, ayıq qalarlar, böyrəklərdəki daşlar tökülər. Bax, mənim bu mavinim var, öz prostatını müalicə elədi o yolda. Alo, bəli, Salihdir. Yaxşı, gəlirəm. Mən başlayın tədbirə çağırdılar, mən getməliyəm. Sözünüz yoxsa sağ olun. Yola salaq sizi Salih müəllim. Gördün? Yadında saxla. Bu ölkədə yolları ancaq mən salıram.